Prezident yanında əfv məsələləri komissiyasının iclasları yekunlaşıb. Artıq əfvi mümkün olan şəxslərin siyahısının hazırlanması başa çatıb. Siyahının yaxın günlərdə Prezident İlham Əliyevə təqdim olunacağı bildirilir. Sözsüz ki, əfv etmək dövlət başçısının səlahiyyətinə daxildir. Amma bununla belə əfv siyahısının geniş olacağı və bir çox tanınmış şəxslərin azadlığa buraxılacağı ilə bağlı fikirlər səslənir. News 24 xəbər verir ki, əfv komissiyasının üzvü Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri deputat Fazil Mustafa teleqrafa açıqlamasında əfv siyahısında olan adlarla bağlı konkret fikir bildirməyin çətin olduğunu söyləyib. Hüquq müdafiəçisi Novella Cəfəroğlu da əfvlə bağlı gözləntilərin böyük olduğunu bildirib. Onun fikrincə bugün cəmiyyətdə adları daha çox halanan insanlarla yanaşı cəzasının yarıdan çoxunu çəkmiş insanların da əfv edilməsi gözlənilir. Meyxanaçı Rəşad Dağlının, Beynəlxalq Bankın sabiq sədri Cahangir Hacıyevin, Şəmkirin sabiq icra başçısı Alim Paşa Məmmədovun, sabiq deputat Hüseyn Abdullayevin əfvi ilə bağlı məsələlərlə gündəmə gətirilir. Biz hüquq müdafiəçilik istərdik ki, həbsdə olan hamı azad olunsun. Biz də işsiz qalaq və başqa sahələrlə məşğulaq. Amma bugün əfv olunması mümkün olan şəxslər çoxdur. Yaşı 70-i ötmüş, cəzasının yarıdan çoxunu çəkmiş, hətta ömürlük cəza verilmiş və 20 ildən artıqdır cəza çəkən şəxslərin səhhətində problem olan insanların da azadlığa qovuşması sevindirici hal olardı, deyə o bildirib. Novella Cəfəroğlu onda əlavə edib ki, onlar hüquq müdafiəçisi kimi təkcə tanınmış insanların və başqa motivlərlə həbs edilənlərin azad olunması ilə bağlı müraciət etməyiblər.